Düşünürəm ki, Ağdama gələn hər kəsin ilk ziyarət eləyəcəyi yerdir bura. Şəhidlər xiyabanıdır. Vətən müharibəsi şəhidləri, tarix yazan qəhrəmanlarımızın hər birinin adı gördüyünüz bu lövhəyə vurulub. Hamısının adı. Burada kim öz şəhidini axtarsa adını tapacaq, mütləq tapacaq adını. Fərqi yoxdur, yəni şəhidlərimiz harada şəhid olub, bütün hamısının adı gördüyünüz kimi buradadır. Və burada Ağdamın şəhidlər xiyabanıdır. Burada erməni vandalizmi nəticəsində dünyasını dəyişən şəhidlərimiz də var. Döyüşərək qəhrəmancasına həlak olan şəhidlərimiz də var. Məsəl üçün birini 1993-cü ildə 1-ci Qarabağ savaşında şəhadətə ucalan şəhidlərimizdən biri. Ağdam rayonunun Xıdırlı kəndinin şəhididir. Şəhid Mustafayev İsmail. Ata və oğul şəhidlər Abdulov Zahid Yelmaroğlu, Abdulov Yelmar İskəndəroğlu. Allah cəm şəhidlərimizə rəhmət etsin. 3 qardaş Xocalı şəhidləri deməli. Mikail Səlimov Azərbaycan bayrağı ordenlidir. Araz Səlimov Xocalı şəhər sakini milli qəhrəmandır və digər qardaş da şəhid Fəxrəddin Səlimov. Bir ailədən 3 övlad, 3'ü də hərbçi. Biri milli qəhrəman, digəri də Azərbaycan bayrağı ordenli. Allah rəhmət eləsin hamısına. Daha bir 2 qardaş şəhid Məhərrəmov İlqar Yusifoğlu və Məhərrəmov Etibar Yusifoğlu. Ata Çobanov tapdıq və balası Çobanova nəzakət. 1992-ci il 26 fevralda erməni vəhşiliyi nəticəsində şəhid olan ata və övladı. Ata Hüseynov Həbib Həmzoğlu, oğlu Hüseynov Xanali Həbib oğlu. 1992-ci il 26 fevral.